dostlarım, necəsiz? Sizə bir şey demək istəyirəm. Uşaqlar, bilirsiniz, mən çox gözəl musiqiçi, çox gözəl ifaçı ola bilərdim. Amma mən sizin xumar bacınız olmağı seçdim. Ona görə də hər dəfə sizinlə maraqlı mövzular haqqında söhbət eləyib, bir-birindən bacarıqlı, istedadlı dostlarımızı proqramımıza dəvət eləyirəm. Uşaqlar, bilirsiniz, məncə hamı öz istədiyi, öz sevdiyi bir işlə məşğul olmalıdır. Bugün proqramımıza dəvət elədiyimiz dostlarımız da elə öz sevdikləri məşğuliyyəti ilə maraqlanırlar. Biraz da ipucu verim sizə. Deməli, həmin dostlarımız çox gözəl tarda ifa eləməyi bacarırlar. Qonaqlarımız 36 nömrəli uşaq musiqi məktəbinin istedadlı şagirdləridir. Siz də onları görmək üçün səbirsizlənirsiniz, elə mən də. Əziz dostlar, ifaya görə çox sağ olun. Hər birinizə təşəkkür edirəm. İndi isə sıra bu gözəl ifaların müəllifləri ilə sizi tanış etməkdədir. Deməli, cəsur dostumuz bizim üçün Fikrət Əmirovun bəstələrindən olan çox gözəl bir musiqini ifa elədi. Cəsur dostumuzun 10 yaşı var. Cəsur boş vaxtlarında uşaqlar futbol oynamağı çox sevir. Digər dostumuz isə Salih. Salih bizim üçün Üzeyir Hacıbəyovun Vətən Ordusu musiqisini ifa elədi. Salih dostumuzun isə 12 yaşı var. Dostlar, Salih də boş vaxtlarında öz dostu kimi futbol oynamağı çox sevir. Dostlar, deməli onların qazandıqları diplomlar var. Hazırda mənim əlimdədir. İstəyirəm onları sizə göstərim. Və dostlarımız bu diplomları Polşada keçirilən bir yarışda əldə ediblər, qazanıblar. Dostlar, sizi təbrik edirəm. Afərin sizə. Və mən istəyirəm ki, sizinlə biraz daha çox söhbət edeyim. Mənə maraqlıdır ki, siz tarla məşğul olmağa nə vaxt başlamısınız? Bir mikrofonu götürüb cavab verə bilərsiniz. Buyur, Cəsur. Mən tarla 3 il məşğul oluram. Aha, 3 ildir məşğul olursan. Bəs sən, Salih? Mən isə tarla 2 ildir məşğul oluram. 2 ildir məşğul olursan, çox gözəl. Bəs uşaqlar, niyə görə tardan məşğul olursunuz? Niyə görə başqa bir alətlərlə yox, musiqi aləti ilə yox, məhz tar? Mən tarı görən kimi ona heyrətləndim və səsi çox xoşuma gəldi. Aha, çox bəyəndiyinə görə görürsünüz, dostlar. Bəs sən? Tar Azərbaycanın qədim alətidir və onun səsi çox mükəmməl və maraqlı gəlir və öyrəndikcə daha da maraqlı gəlir insana. Aha, çox gözəl. Uşaqlar, deməli siz çoxlu yarışlarda, müsabiqələrdə iştirak eləmişsiniz. Mən belə görürəm ki, əlbəttə ki, siz bu uğuru qazanmaq üçün bu uğuru tək qazanmamısınız. Sizin müəllimləriniz də var, sizə dəstək olurlar, sizə kömək olurlar. Bəs həmin müəllimlərinizin sizin uğur qazanmağınızda nə kimi payları var? Onların mənim üçün faydaları bir musiqi cümlələrini mənə öyrədiblər. Aha, başqa məsələn, başqa hansı kimi sənə köməkləri olub?
Notları öyrədiblər, Notları öyrədiblər. simlərin yerini öyrədiblər, barmaqları öyrədiblər. Aha, çox gözəl. Bəs sən dostum? Mənə də tarda ifa eləməyi öyrədiblər. Tarı düz tutmağı öyrədiblər. Notları və hər bir şeyi Öyrədiblər. öyrədiblər. Bəli. Aha, çox gözəl. Deməli, sizin müəllimləriniz hər zaman sizin yanınızda olub, sizə dəstək olub, sizə həqiqətən də çox gözəl kömək eləyiblər. Və mən bilmək istəyirəm ki, sizin tarda ifa elədiyiniz ilk əsər hansı olub? Dostlarımız üçün də maraqlıdır ki, siz ilk olaraq tarda hansı əsəri ifa eləmisiniz? Mən Skerso əsərini ifa eləmişəm. Bəs sən Salih? Qatar əsəri. Qatar əsərini ifa eləmişsən. Deyəsən yadından çıxmışdı, artıq unutmuşsan. Bəs uşaqlar təzə tarla məşğul olmağa başlayanda, musiqi ilə yeni məşğul olmağa başlayanda hansı əsər olub ki, siz onda çətinlik çəkmisiniz? Mən Moğol Hindi muğamında çox çətinlik çəkmişəm. Hansı əsərdə dostum? Moğol Hindi muğamında. Aha. Bəs sən? Mən də elə qatar əsərində. Çünki onu ilk dəfə başlayırdım çalmağa, o mənə çətin gəlirdi. Aha, bəs indi mənim maraqlıdır ki, görəsən həmin əsərlərin indi öhdəsindən necə gəlirsiniz? Məharətlə gəlirsiniz, yoxsa elə indi də çətinlik çəkirsiniz? Xeyr, məharətlə gəlirəm. Gəlirsən, afərin sənə. Bəs sən dostum? Artıq tarda hər şeyi bildiyimə görə mənə də artıq tar çalmaq yaxşı və məharətli gəlir. Aha, nə gözəl, çox gözəl. Mən çox sevindim. Dostlar, mən indi istəyirəm ki, bizim qonaqlarımızın ikinci ifalarını dinləyək. Daha sonra isə söhbətimizə qaldığımız yerdən davam edək. Dostlar, sizə təşəkkür edirəm. Çox sağ olun. Bir-birindən gözəl ifalarınıza görə həqiqətən çox gözəl oldu. Ruhumuz dincəldi. İndi isə istəyirəm ki, suallarımıza da qaldığımız yerdən davam eləyim. Dostlar, siz gündəlik nə qədər vaxt məşğul olursunuz tarla? Mən saata görə dəyişir, tapşırığa görə dəyişirdi də vaxtı. 1 saat olur, 2 saat olur. Aha, 1 saat, 2 saat. Bəs sən dostum? Məndə ya 1 saat yarım, ya da 2 saat. O müəllimin verdiyi dərslərlə əlaqəli. Aha, müəllimin verdiyi dərslərdən asılıdır. Bəs sizin müəlliminiz sizə çox dərs verir? Rüfət müəllim mənim üçün çox əsərlər versə də, mən onun əsərlərini həvəslə öyrənirəm. Rüfət müəllimin verdiyi dərslərə mən həvəslə iştirak edirəm. Rüfət müəllim beynəlxalq Azərbaycan üzrə çox böyük bir tarzəndir. Aha, çox gözəl. Deməli, sizin uğurlarınızın arxasında da demək olar ki, sizin Rüfət müəlliminiz dayanıb. Ona da buradan təşəkkürümüzü bildiririk. Bəs sən Salih, nə düşünürsən? Rüfət müəllim dünyanın ən yaxşı tar müəllimlərindən biridir. Onun verdiyi dərsləri mən həvəslə öyrədirəm. Rüfət müəllim isə onu həvəslə keçir. Aha, uşaqlar, mənə maraqlıdır ki, sizin tarda ifa eləməyi sevdiyiniz əsər hansılardır? Məncə dostlarımız üçün də bu çox maraqlıdır. Çargah etüdü mənim ən çox sevdiyim muğam və etüdlərdən biridir. Aha, bəs sənin Salih? Mənim də ən xoşladığım əsər Üzeyir Hacıbəyli Vətən ordusudur. Uşaqlar, siz gələcəkdə bu sahəni bir peşə olaraq, özünüz üçün bir iş olaraq davam eləməyi düşünürsünüz, yoxsa sadəcə bir hobbi kimi məşğul olursunuz? Xeyr, mən bu peşədə axıra kimi davam edəcəm. Aha, davam eləyəcək. Bəs sən Salih? Mən də tarı 11 illik gedəcəm və tar müəllim olacağam. Tar müəllimi olmaq istəyirsən gələcəkdə. Nə gözəl, çox gözəl. Salih və Cəsur, dostlar, sizə təşəkkür edirəm. Çox sağ olun. Sizin sayənizdə çox gözəl ifalar dinlədik. Bu bizim üçün çox xoş oldu. Və mən son olaraq sizdən eşitmək istəyirəm ki, siz həm yaşıdlarınıza, öz dostlarınıza nə kimi tövsiyələriniz var? Yeni musiqi ilə məşğul olan dostlarınıza nə kimi öz fikirlərinizi, sözlərinizi bildirmək istəyirsiniz? Çalışqan olsunlar, öz peşələrini davam etdirsinlər. Aha, bəs siz? Heç vaxt bir işdən
çətinlik çəkməsinlər, heç vaxt deməsinlər ki, bu alınmayacaq. Əgər insan deyir ki, alınmır, alınmayacaq. Əgər onun üstündə daha çox işləsə, dursa, o əsər alınacaq. Deməli, sən dostlarımıza demək istəyirsən ki, onlar çox iradəli və qətiyyətli olsunlar. Çox gözəl, çox sağ olun dostlar. Mən sizə təşəkkür edirəm. Sizə öz işlərinizdə uğurlar arzulayıram. Özünüzə yaxşı baxın. Dostlar, sizinlə də sağollaşıram. Gələn görüşlərə dək bizi izləməyi unutmayın. Hələlik!